Sonra gəlir Muqaddimətül Ulə. Birinci başlanğıc, birinci giriş belə deyək. Firqələrin tərifi və bunu öyrənməkdə olan hədəflər. Birincisi firqə odur ki, insanlardan bir dəstə. Bir firqə deyəndə insanlardan bir dəstə nəzərdə tutulur. Firqələri öyrənməkdə hədəflər var. Bu hədəflərdən Quran və sünnəyə tabe olmağa hərislik və Əhlüsünnə və Cəmaənin orta yolda olmasını öyrənməyə hərislik. Və həmçinin hədəflərdən biri odur ki, bidət firqələrin, ümumən bidətlərin və firqələrin ortaya çıxmasının əsasını öyrənmək. Parçalanmanın əsası bidətdir, birləşməyin, cəmaat olmanın əsası da nədir? Sünnədir. Biz bu firqələri öyrəndə onu da görürük, öyrənmiş oluruq ki, yəni sünnəni öyrənirsən, görürsən ki, bu sünnə səni cəmaat olmağa, birlik olmağa çağırır. Amma bidətlər səni parçalanmağa çağırır. Ona görə də deyiblər ki, bidət firqələşməyə bağlıdır, sünnə də cəmaata bağlıdır. Həmçinin deyilib ki, əhl-i sünnəti vəl-cəmaə kəmə yuqalı əhlul bidəti vəl-furqa. Əhl-i sünnə və cəmaat deyilib, bidətə isə bidət əhli və parçalanma əhli deyilib. Bidət və parçalanma əhli, sünnət və cəmaat əhli. Və bunlar bir-birinə bağlıdır. Bax, sünnətlə cəmaat bir-birinə bağlıdır. Ona görə əhl-i sünnə və cəmaat. Çünki əgər sən əhl-i sünnəsənsə, deməli cəmaat ortaya çıxacaq. Amma bidət varsa ortada, parçalanma ortaya çıxır. Ona görə əhlül bid'a vəl-furqa. Bidət və parçalanma. Bidət varsa parçalanma var. Amma sünnə varsa nə var? Cəmaat var. Ona görə bax biz dedik, biz əhl-i sünnə vəl-cəmaiyıq. Əgər ortada bidətlər varsa, əhl-i sünnə və cəma ola bilməz. Ortada nə olacaq? Əhlül bid'a vəl-furqa. Parçalanma olacaq. Və sonra hədəflərdən biri odur ki, biz artıq bu firqələri öyrənəndən sonra bilirik ki, qurtulmuş firqə ancaq cəmaatdır. Buna yəqin oluruq. Sən bilirsən ki, həqiqətən qurtulmuş firqə məhz onlar cəmaatdır. Ondan sonra sən istəyirsən ki, o cəmaatdan sən olasan, o cəmaatdan olasan. Həmin o cəmaat da kimdir? Cəmaat deyəndə kim nəzərdə tutulur? Əqidəsini, yolunu, mənhəcini səhabələrdən götürənlər. Və həmçinin bu firqələri öyrənəndə biz nə edirik? Müasir və qədim firqələri öyrənmiş oluruq. Hər birinin başlanğıc nöqtəsini öyrənirik ki, bu firqənin kökü hardadır? Kimin başlanğıcı harda gəlib? Banisi kim olub? Hansı sözlə, hansı etiqadla, hansı əqidə ilə Əhl-i-Sünnə və Cəmaətin haqq yolundan ayrılıb? Vallahi qardaşlar, o qədər gözəl elmdir bu. Əhl-i-Sünnə və Cəmaətin yolunun həqiqətən ən doğru yol olduğunu bax onda bilirsən. Təsəvvür edirsən Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında. O vaxt sahabelər necə düşünürdü? Nə danışırdılar? Necə əməl edirdilər? Bunu öyrənirsən. Sonra hansı gündən, hansı tarixdən etibarən hansı fikir ortaya çıxdı? Və o fikri kim çıxartdı? Kimə müxalif oldu? Kimlər ona rəddiyə verdi? Hansı sözlə ona rəddiyə verdilər? Sahabelər təsəvvürlə. Sonra onun ardınca kimlər getdi? Və bugün o yolda olanlar kimdir? Vallahi o qədər maraqlıdır bu firqələr öyrənmək. Bax, Huzeyfə ibn Yəmən radiyallahu anhu deyir ki, Kənə nəsu yəsəlunə Rasulallahi sallallahu aleyhi ve sellem anil xayr və kuntu əsəluhu anişşər məxafətən ən yudrikəni. Bütün insanlar deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemlə xeyir haqqında soruşurlar. Ancaq xeyirləri soruşurlar. Mən isə deyir, xeyirlə yanaşı, yəni şərlərdən də soruşurdum ki, qorxurdum ki, mənə düşər. Mən ona düşərəm və mənə çatar. Şərlərdə soruşurdum ki, qorxurdum ki, mənə o şər çatar. Yəni, uzaq durmaqdan ötürü. İmam Abu Muzaffar. Huzeyfə ibn Yəmənin bu sözünə mualləqən, yəni qeyd edərək deyir ki, o deyir, ancaq bunu ona görə edirdi ki, yəni Huzeyfə ibn Yəmən bu şərri ona görə öyrənirdi ki, ondan uzaq dura bilsin deyənə. Li'ənnə mən ləm ya'rifiş şər yuşiku ən yəqa fih. Deyir, çünki deyir, şərri bilməyən qorxular ki, ona düşsün. Şərri bilməyən qorxular ki, ona düşsün. Kəmə qalə şair. Necə ki, şair deyir dediyi kimi. Ərəftuş şərrə lə liş-şərri, lakin li-təvəqqihi və mən lə ya'rifuş şərrə minən-nəsi yəqa fihi. Mən deyir, şərri, şər üçün yox, ondan qorunmaq üçün öyrəndim şərri. Çünki deyir, şərri, insanlardan şərri bilməyən ona düşər. Deməli, bizim bu bidət firqələri öyrənməyimizdə, bu parçalanmaları öyrənməyimizdə məqsədimiz nədir? O şərrə düşməmək. Yoxsa biz şərri sevirik, elə ondan danışmağı sevirik deyənə yox. Öyrənirik ki, ona düşməyək. Haqdan sapmış firqələrin əqidələrini öyrənmək, onu bilmək, xeyirlə şərrin də arasını ayırmağa sənə kömək edir. Bu ikisinin arasını ayıra bilirsən ondan sonra. Haqla batinin arasını ayıra bilirsən. Necə ki, İmam Əl-Qurtubi rahimehullah Allah Azza və Cəllənin bu ayəsinin təfsirində buyurur. Ən'am surəsi 55-də. Allah Azza və Cəllə buyurur ki,
Və kəzəlikə nufassilul əyati litəstəbinə səbilul mucrimin. Beləcə biz ayələri təfsilatı ilə izah edirik ki, mucrimlərin, günahkarların yolu aydın olsun. Bax, İmam Qurtubi rahimehullah deyir ki, və izə bənə səbilul mucrimin fəqad bənə səbilul müminin. Mucrimlərin yolu bilinəndən sonra, aydın olunursa, artıq möminlərin də yolu aydın olur. Deməli, Allah Azza və Cəllə ayələrini belə təfsilatlı bir şəkildə izah edib ki, mucrimlərin yolu aydın olsun. Bir-birinin əksidir. Ayələr təfsilatlı bir şəkildə Allah Azza və Cəllə aydın eləyir ki, mucrimlər kimdir bilinsin. Şirk əhli kimdir bilinsin. Küfr əhli kimdir bilinsin. Allah Azza və Cəllə Quran-ı Kərimdə kimləri izah eləyir? Kimlər haqqında xəbər verir? Şirk əhli haqqında xəbər verir, müşriklər haqqında xəbər verir, küfr əhli haqqında xəbər verir. Düzdür? Bəli, münafiqlər haqqında xəbər verir ki, mucrimlərin yolu bilinsin. İmam Qurtubi rahimehullah da deyir ki, mucrimlərin yolunu bilinəndən sonra haqq əhli, möminlərin də yolu artıq bilinir. Məsəl üçün, mucrimlər nə edirlər? Allaha şərik qoşurlar. Deməli, möminlər Allaha şərik qoşurlar. Və beləcə. Sağ ol. Şərri bilirsən? Şirki bilirsənsə tövfidir. Bəli, tövfidir. Yəni bir-birinin əksi. Deməli, yəni bu nəyə gətirir? Yəni biz də o şərr əhlini öyrənirik ki, şərrdən sən uzaqsan, təsəvvür edirsən, bütün firqələr haqqında məlumat var səndə artıq. Sən bütün firqələri bilirsən və onların azğın yollarını, etiqadlarını bilirsən və özündə onlardan heç birini görmürsən. Deməli, elhamdülillah sən nəsən? Salamatsan. Sən bu firqələri bir-bir öyrəndikcə ya özünü ondan uzaq tutursan, ya səndə varsa onun özündən təmizləyirsən, yoxsa əlhəmdə salamat qalmısansa Allaha şükür edirsən. Bax, öyrənirsən, məsəl üçün, rafizilər, xavariclər, murciyələr, cəhmiyyələr, qədərilər. Məsələn, öyrəndin. Bunların əsas şübhələrini, əsas etiqaddan əsər, baxırsan ki, hansındasa bir cüzi bir şey səndə hansındasa bir tərəfdən var. Tez ondan neysən, özünü təmizləyirsən, uzaqlaşdırırsan. Düzdür? Və yaxud da ki, baxırsan ki, hansısa fikirlər baxsa ətrafda var, amma sən ona düşməmsən. Əlhəmdə şükr edirsən ki, deməli bu bidət firqələrin fikriymiş. Amma öyrənməsən hardan bilərsən? Həmçinin bidət firqələri öyrənməyin faydallanan biri odur ki, onları haqqa dəvət etmək. Onların haqqa dəvət etmək asanlaşır. Sən biləndə ki, məsəl üçün, filan bidət firqənin filan şübhələri var, sən onun bidətləri üzərindən, onun batilləri üzərindən dəvət edirsən. Hətta elə bidət firqələri var ki, öz düşdüyü bidəti təfsilatı ilə bilmir. Sən ona düşdüyü bidəti təfsilatı ilə izah eləyəndə, gələcəkdə onu nələr gözləyir, bu bidətin axırı haralara gedir, onları deyəndə deyir, Allah qorusun, mən elə şey demərəm, mən ondan uzağam və tövbə eləyir. Deməli, sən onun hal-hazırda olduğu halı yox, onun düşdüyü o şübhənin, düşdüyü o firqənin, parçalamanın tamamilə ətraflı bir şəkildə, təfsilatlı bir şəkildə biləndə neysən, sən o bəlaya düşmüş insanı oradan çıxartmağa sənin üçün bu nə olur? Bir kömək olur. Allah azə sənə onu çıxartmaq rahatlaşır, bəli. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyururdu ki, فَوَاللّٰهِ لَأَنْ يَهْدِيَ اللّٰهُ بِكَ رَجُلًا خَيْرٌ لَكَ مِنْ أَنْ يَكُونَ لَكَ حُمْرٌ نَعَمْ. Allaha and olsun ki, deyir, Allahın sənin əlinlə bir adama deyir, hidayət verməsi sənin üçün qırmızı dəvələrdən də xeyirlidir. Ona görə firqələri öyrənməyin çox böyük faydaları var. Həm özünü qoruyursan, həm insanları o şərlərdən uzaq durmalarına çağırırsan ki, belə fikirlər var, uzaq durun ondan. Həm kimsə düşübsə onu oradan Allahın izindən çıxartmağa çalışırsan. Və bunlar da sənin üçün nədir? Xeyirdir. Və həmçinin bu firqələri sən öyrənməklə onu da öyrənmiş olursan ki, bunlar, bu firqələrin uzantıları hələ də mövcuddur. Məsəl üçün, sən bir var deyəsən ki, nə vaxtsa olub da xavariclər, murciyələr, qədərilər, rafizilər, indi yoxdur ki. Elə deyil. Bəzi insanlar elə təsəvvür edir. Eşidəndə ki, xavariclər elə bil ki, daha yoxdur xavaric. Eşidəndə ki, murciyələr deyir, elə bil ki, yoxdur. Elə cəhmilər deyəndə elə bil ki, o keçmişdə yoxdur indi. Mötəzilə deyəndə elə bil yoxdur. Və həmçinin bu firqələri öyrənərsə artıq sən bunların İslam toplumuna necə zərər verir, onu bilirsən. Sən firqələri biləndə artıq onların hilələrini bilirsən. Olan hədəflərini, məqsədlərini bilirsən. İnsanları hansı yollarla gəlib azdırır, onları bilirsən. Və beləcə sən müsəlman topluma onların nə qədər zərərli olduğunu sən burada daha yaxşı bilirsən. Bunu öyrənəndən sonra sən bilirsən ki, həmçinin İslamda olan qayda qanunlar necə əhatəlidir, hər bir şeyi əhatələyir. Həyatın hər bir hissəsini. Firqələri öyrənəndən sonra sən onlara rədd vermək,
onların şübhələrinə cavab vermək bacarığı səndə yaranır. Mənhəc cəhətdən, elm cəhətdən, şər'i əsaslar cəhətdən.